Əməliyyatdan əvvəl məni sol tərəfdə eşitmənin olmaması öz nahiyəsində keyimi narahat edirdi. Gəzə bilmirdim, yıxılırdım. Yəni tarazlığım yox idi. Daha sonra MRT müayinəsindən keçdim və MRT-də mürəkkəb nahiyədə yerləşən böyük bir şiş aşkar olundu. Mən Bişkek şəhərindən olan həkim Bakı Turqanbeyova müraciət etdim. O dedi ki, burada əməliyyat mütləqdir və bu çox mürəkkəb bir əməliyyatdır. O öz işinin peşəkarı olan, bu cür əməliyyatlarda təcrübəsi olduğunu və belə əməliyyatları uğurla apardığını deyən həkim Ağdadaş Qasımovu tövsiyə etdi. Həkim Ağdadaş Qasımov Bakı şəhərində Apro klinikasında çalışır. Biz Azərbaycana, Bakı şəhərinə Apro klinikasına gəldik. O əməliyyatı icra etdi və əməliyyat uğurla keçdi. Üst sinirini qoruyub saxladı ki, bu da çox çətindir. Ona düşdüyüm üçün çox sevinirəm. Mən Qırğızıstandanam. 65 yaşım var. Hazırda özümü daha yaxşı hiss edirəm. Daha rahat yeriyirəm. Üzdəki keyimə də keçib. Həkim Ağdadaş Qasımova və onun komandasına, Rasim Ağayev, Apro klinikasına və bütün tibb personalına dərin təşəkkürümü bildirirəm. Yaxın vaxtlarda gəldiyim yerə Qırğızıstana geri qayıdacağam. Hamınıza çox minnətdaram. Hamınıza təşəkkür edirəm.